ölkənin bir nömrəli futbol bloqeri. El olmalıdır da. Yalnız bir gün. Bəli. Mənim süfrəmdə. Əlbəttə. Başlayaq, bəs drive lazımdır. Bu saat drive olacaq sənin üçün. Belə şey olur. Olur. Həqiqət edirsiniz. Nə eləyirsən elə. Mən burada hazırlayacağam, Elmira xanım orada. Bugün portakal supu hazırlayırıq. Yenə xahiş edirəm, nə olar? Möhtəşəm bir içkidir. Həmişə sizi şirəsiz mən eləmirəm ki. Adı nüşür züvəl qat. Hə, söylənəm mən. Kim ki verilişə baxmır, çox şey itirir. Möhtəşəmsiniz Elmira xanım. Bugün siz çox savab qazandınız. Bütün bunlar birazdan ATV-də baş sponsor Final yağları, xüsusi sponsor Favelli, sponsorlar Aura Final tomat pastası və Depavit D3 vitamini. Salam. Mənim süfrəm başladı. Salam hörmətli tamaşaçılar, ATV-də mənim süfrəmin vaxtıdır. Xatirə xanım bizim dostumuz bizim üçün dahar düzəldib. Dahar da bu nahar, dahar. Bunu pişirsən, bu nanə ilə elə bir duzu döyürsən. Amma alçan vaxtı deyil, yetişib yemək olmur. Necəsən Elmira xanım? Çox sağ ol. Keyfiniz, halınız, hicranınız, canınız, başınız. Çox əla, gözəl. Sizin də keyfiniz yaxşı olmağını istəyirəm. Elmira xanım. Bəli. Burada mən çaşqalar görürəm. Bəli. Bu formada. Bəli. Nə edirsiniz? Burada sonra digər şeylər görürəm. Bugün 2 şirniyyat olacaq. Bəli. Deməli, xanımlarımızın çox marağa səbəb olan və heç vaxt o maraq tükənmir eklerimiz. O, ən sevdiyim və gözlədiyim. Bugün mənim süfrəmdə ekler bişəcək. Bəli. Və deməli, çaşqaların içində şokoladlı sufle. Kimin ki tavası, sobası yoxdur və... İsti suda edirsən. İsti suda. Möhtəşəmsiniz Elmira xanım. Çalışırım möhtəşəm olan. Təşəkkür edirəm sizə hanımefendi. Mən də sizə təşəkkür edirəm. Mən isə bugün sizin üçün keçən həftə söz verdiyim limanadı hazırlayacağam. İnşallah. Hazırlayayım. Hazırla. Həqiqət edirsiniz. Bəli. Baxın. Keçən həftədən portağalları qoymuşam dondurucuya. Bunu ona görə dondurucuya qoymuşam ki, belə donanda qabığı acı olmur. Baxın Elmira, həmişə siz faydalı məsləhət verməlisiniz ki, yəni bu dəfə mən verim. Bunun qabığı bir də limon. Yəni limonad hazırlayıram. Bilirəm ki, siz limon və portağal çox xoşlayırsınız. Ürəyim gedir. Bəli, bəli, siz çox xoşlayırsınız və şəkərinə və blender var burada. Burada mənim güşəmdir. Mən burada hazırlayacağam, Elmira xanım orada. İndi Elmira xanım mayalı xəmiri, nə edir özü bilər də. İndi mən burada öz işimi görəcəm. Elmira xanım da burada öz işini görəcək. Deməli, əvvəl olar mən salamlaşım. Salamlaşmayanda Elmira xanım, yaddan çıxırıq salamlaşım. Elmira xanım, buyurun, salamlaşın. Mənim əzizlərim, əziz tamaşaçılar, mənim Insta ailəm, məni istəyənlər, hamınızla salamımı çatdırıram. Bəli. Mən sizi çox istəyirəm və çox sağ olun ki, vaxtınızı bazar günü 70 dəqiqəni bizə sərf edirsiniz. Vaxtınızı halal edin. Və bugün mən sizin istəyinizlə deməli ekler eləyəcəm və ikinci bişmiş çox maraqlıdır. Həqiqətən kimin sobası yoxdur, deməli çox rahatdır. Tökürsüz çaşqalara, su tökəcək və biz tavada onu bişirəcəyik. Mən deyəndə ki, bu oğlan dəcəldir, mənə deyilir. Tavada şirniyyat ilk dəfədə eşidirəm və tavada şirniyyat necə olur, onu görəcəyik. Elmira xanım, başlayaq, bəs drive lazımdır, drive. Bəli, deməli, indi bu saat drive olacaq sənin üçün. Deməli, peçi yandırırsan, biz əvvəl nə edirik? Zəhmət olmasa, bu peçi yandırırsan və zəhmət olmasa sobanı yandırırsan, 160-a qoyaq onu və mən birinci deməli, ekleri hazırlayam. Eklerdən sonra biz başlayarıq sufle ilə məşğul olmağa. Ona görə ki, sufle çox vaxt aparan deyil. Siz bildiyiniz kimi eklerin, deməli, xəmirin hazır biz sobaya qoyanda bir saat orada bişməlidir. Onun üçün mən indi eklerdən başlayıram. Hə, indi nə indirik? Bunu yandırıram. İndi onu yandırırsan. Boşa. Bəli. Deməli. Nə indirik? Mənə nə? Su verirsən, zəhmət olmasa bir stakan. İsti, soyuq. Fərqi yoxdur, onsa qaynayacaq suyumuz. Bir dəqiqə. Və çox diqqətlə baxın, görün, yəni müəyyən məqamları qaçırtmayın.
Çox vaxtı, mən hətta canlıda hazırlamışam, Instagram səhifəmdə var. Amma yenə də müəyyən məqamları xanımlarımız belə bir balaca buraxıblar. Və o məqamlar vacibdir. Yəni, eklerin xəmiri bişməlidir, bişmiş xəmirdir. Və əgər siz o xəmiri, zəhmət olmasa dolu elə, zəhmət olmasa. Sual ola bilər ki, Elmira xanım, olar süd olsun? Yəqin ki, olar. Mən su ilə hazırlayıram. Deməli, tökdük bir stakan su. Zəhmət olmasa yağı ver mənə. Yəni, mənim biraz ərzaqlarım çox uzaqdır. Final mətbəx yağı. İşim budur, yəni bunu götürüb, onu apar, bunu yandır. Kim sevirsə idmanı, inan ki, təəccüblənmərəm. Sən qabına bir yerə onu ora qoysun. Deməli, biz yağımızı buraya əlavə edirik. Suyun içinə yağ atırsan Elmira xanım, belə şey olur? Olur. Mətbəxdə hər şey olur. Bəli. Deməli, Fərid, burada bir məqam var. Yəni, həmin o məqamı mütləq çəkmək lazımdır ki, xanımlar görsünlər ki, o xəmiri hazırlayanda hansı bir məqam var. Südlə niyə eləmədiniz? Yəni, problem nədir? Süddə yaxşı olmur? Valla, mən həmişə su ilə eləmişəm. Mətbəx yağımızda bol südlükdə, onun da içində süd. Tüm belə ehtiyac yoxdur. Və mən bura nə edirəm? Deməli, mən bu gün fərqli olaraq mən xəmirə vanil əlavə edəcəm, amma indi yox. Və bu mənim şəkərim. Azdır şəkər? Yox. Şəkəri əlavə elədiniz? Yox, az deyil. Və məndə reseptdə yazılıb yarım çay qaşığı duz, amma o çox olur. Bax, bu deyil, buna baxın, bir çimdir. Və biz nə gözləyirik? Biz gözləyirik ki, bizim suyumuz qaynasın. Qaynar suyun içinə mən əlavə edəcəm bir stakan unu. Deməli, mənim əzizlərim, bir stakan su, bir stakan un, 100 qram yağ, bir çimdik duz, bir çay qaşığı şəkər. Çox sadə, bəsit. Sadəcə olaraq burada müəyyən məqamlar var, onları gözləməyirlər. Yəni ki, riayət eləməyirlər. İndi qarışdırırsınız bunu. Bəli. Belə olur eklər, dəqiq. Bəlkə nəsə düz eləmir, yox. Nə, bəlkə nəsə düz eləmir. Kəpkir sizdə də özünüz bilərsiniz, indi yenə deyirəm. Nə dərdi yadında qalıb, saxlayıbdır. Həmişə deyirsiniz, yəni özünüz bilərsiniz, yəni mən gedim öz işimi görüm. Mən bugün daha dadlı bişirəcəm. Yox, gəl biz belə eləyək də. Biz bunu hazırlayaq. Limonada bununla yeyək. Sonra limonada sən eləyərsən. Prosta sadəcə olaraq mən bilmirəm, onu çox açılmamalıdır meyvələri. Hə, gedim eləyim də onu da kəsmə olaraq. Qoy mən bir dənə unu töküm bura. Yaxşı. Dinə hə. Dedim hə. Biz bunu bişirək. Bir də gedən atın başıma dönərəm. Zəhmət olmasa incimi. Elə məqamlar var ki, yox, sən məndən küsüyə bilmərsən axı. Mən sənə şərait yaratmaram, sən məndən küsəsən. Və biz bu xəmiri bişiririk, xanımlar. Ora qədər ki, Xatirə xanım görür orada. Az deyil porsiya. Yəni 12-13 dənə ekler çıxacaq da. 4-ün birdən yeyirəm belə lap. Valla halal xoşun, yersən yenə sənin üçün bişirərəm. Yox, problem yox, gözləyir. Və biz hələ də bu xəmiri bişiririk, xanımlar. Haçan hazırdır, deməli, xəmirimiz elə bilərsən ki, istəyər qazmaq kimi qazana yapışmağa. Mən bu verilişdə sakit dayanacam, yəni ona görə dayanam ki, yəni ekler olan hörmətimlə irəli gəlir. Yəni istəyirəm ki, tamaşaçılar ekleri dəqiqliklə öyrənsinlər. Yəni mən də çox sevirəm. İndi bəlkə anam da baxır, anam da baxsın. Ana bax. Deməli, Orxan, bax bu da yəni tuta bilirsən, hə? Deməli, baxın xanımlar, un, xəmir elə bilərsən ki, istəyir yapışsın. Baxın görün. Deməli, belə olanda, deməli bu xəmir artıq hazırdır. Və mən bu xəmiri gətirirəm, qoyuram kənara. Deməli, mənim xəmirim soyana qədər mən deməli görün neynirəm. 200 mg qaymaq. Nə qarıq qaymağı? Biz qanajı hazırlayaq. Qanacaq? Qanacaq yox, qanaj. Qanaj, hə. Zəhmət olmasa şokoladı ver mənə. Qanaj nədir? Yox, biz onu bura tökməyəcəyik. Sən bax yenə, bu da xanımlara çox maraqlı bir məqamdır.
Qanaj nədir? Deməli, mənim axır 3-4 il glazurun, şokolad glazurun əvəzinə işlətdiyim qanaj adında məhluldur. Çox gözəl, yumuşaq, özüdür ki, yəni onu yeyəndə həqiqətən də adama xoş gəlir, eklerin üstündə olanda. Deməli, mən nə edirəm? Mən qaymağı isti eləyirəm. Və mən bu şokoladı əlavə eləyəcəm qaynar qaymağın içinə. Qaymağı mən isti eləyirəm. Bizə lazımdır ki, xəmirimiz biraz soysun. Biz indi başlayacağıq ora bir-bir yumurtaları əlavə eləməyə. Artıq mənim qaymağım istidir. Və mən nə edirəm? Şokoladı əridirsən. Mən şokoladı əridirəm qaymağın içində. Bəli, bəli. Çox gözəl, zərif, belə hamar bir glazur olacaq. Yəni buna qanaj deyilir. Biri var ki, məsələn, süd tökürlər, kakao, şəkər. Mənim ondan xoşum gəlir. Baxın, görün. Yəni mən bunu... Mən bunu çəkim, qoyum TikToka. Və bu şokolad hamısı burada indi əriyəcək. Ne çünki? Ona görə ki, mənim qaymağım istidir. Yəni kim ki verilişə baxmır, lap belə deyim, həqiqətən sözün əsl mənasında çox şey itirir. Ne çünki? Yəni zəncirvari hamınız bir-birinizə xəbər eləyin. Deməli, bu mənim qanajım. Qanajımı gətirib qoyuram bura. Bu qalsın burada. Düzdür? Və bu mənim xəmirim. Deməli, xəmirim biraz soydu. Düzdür? Amma tam yox. Ne çünki ekler bizdə bişmiş xəmirdir. Və mən nə edirəm? Mən indi bu yumurtalarımı bura bir-bir əlavə eləyəcəm. Kim istəyər bu xəmiri əllə çala bilər. Yəni, heç bir problemi yoxdur. Mən bu xəmiri hazırlayıram mikserlə. Xəmiri biz birdən sıfırdan deyək. Deməli, bir stəkan suyu tökdük qazana. Ora əlavə eləyirik 100 qram yağ, biraz duz. Ardınca? Deməli, gün mən vanili əlavə eləyirəm xəmirə. Və mənim xəmirim hazır. Yəni, indiyə qədər mənim süfrəmdə nə hazırlamışam, bir problem çıxmayıbdır. Bunun adı nə idi Elmira xanım? İçliydi də? O qanajdır. Qanajdır. 200 milliqram qaymaq. Qaymaq, nə cür qaymaq istəyirsiniz ola bilər. 200 qramlıq qaymaqdırlar. Şokoladla qaymağı qızdırdınız və o formada məhlul aldınız. Qaymağı qaynar elədim və şokolad
Verdim içinə. Elmira xanım orada doldurur. Mən isə burada baxın doğradım. 3 portağal və 1 limon eləyirəm. İndi 4 portağal eləyirəm, 1 limonu da doğrayıram. Eyni formada dondurmuşdum. Limonu çox vurmaq istəmirəm. Limonu yarı vururam. Yox, nə olar? Bu da belə eləmək olmaz. Yox, onu biz bir də mən bunların ucları. Siz onları düzəldin, biz keçək qısa araya. Qısa aradan, yəni reklamlardan sonra görüşəcəyik. Sizə baş sponsorumuz Final Mətbəx yağı haqqında danışmaq istəyirəm. Bu yağ xanımların və bizim ən sevimli vasitəmizdir. Gedirik bir dənə Final Mətbəx yağı alırıq, həm şirniyyatlarımızı, həm də xörəklərimizi bu unikal yağla hazırlayırıq. Bol südlüdür, dadlıdır, əladır. Biz də mətbəximizdə Final Mətbəx yağından istifadə edirik. Final Mətbəx yağı ürəklə bişir, ürəklə ye. Xüsusi sponsorumuz Favellidir, hörmətli tamaşaçılar. Favellinin unları və makaronları var. Favelli unlarından danışım. Xüsusi sezilmiş buğdadan hazırlanan bu unlar xanımların vazgeçilməz unu olacaq. Elmira xanım həmişə deyir ki, un, yaxşı un. Elmira xanım, bu da sizə Favelli unu, keyfiyyətli un. Siz müxtəlif növ xörəkləri İtalyan texnologiyası ilə istehsal olunan Favelli makaronları və Favelli unları ilə hazırlaya bilərsiniz. Baş sponsor Final yağları, xüsusi sponsor Favelli, sponsorlar Aura Final tomat pastası və Depavit D3 vitamini. Reklamlar bitdi, verilişimiz davam edir. Elmira xanım düzəlişləri verdi və indi qoyur sobaya. Düzdürmürəm Elmira xanım? Bəli, bəli. Başqa bir proses yoxdur ki? Yox. Yox. Neçə dəqiqə bişəcək Elmira xanım? Yəni o aslıdır, belə deyim də, ekler qurumalıdır. Yəni bişəndən sonra biraz da qurumalıdır. Buna da təxmini gedir 50 dəqiqə, 1 saat. İndi inşallah baxa görək.
Hələ bu? Budur da, limonad nədir? Ona görə də deyilir ki, Elmira xanım, evdə dondurma hazırlayın, biz baxaq da. Və sən təsəvvür elə, o qaymaq, taxta qaşığı verir, zəhmət olmasa. O qaymaq, o mikserlə çalmaq, nə bilim nə. Ha, başınıza dönüm. Gedirsiniz marketə. Pulunuzu verirsiniz. Pulunuzu verirsiniz, hazır dondurma alırsınız. Bu da belə. Hayf bu qədər şey getdi çölə. Hə. Amma təbii də deyir. Bir dəqiqə deyən sənə qurban. Bəlkə bunu mən oğuzun yeyərəm sonra. Hayfdır. Burada elə mən qova da qalsın hamısı. Amma inanınız ki, çox dadlı limonaddır. Sözün əsl mənası. Həvəsləndirmək üçün demişsiniz. Allah hamd olsun, yox. Yaxşı. Bu yaxşı olur. Tənzif olsaydı buna. Xanımlar var, qatıq süzürür rayonda, qəşəng torbaları var. Nədə? Onlarla başda işiymiş öyle. Şəkərə. İndi bunu şəkəri su ilə qarışdırarsan. Və siz əgər bu cür limonad hazırlamaq istəsəz, xanımlar, yəni mütləq halda blender, bu cür blender olmamalıdır. İndi burada hər şey düz gedirdi, blenderimiz yaxşı deyil, yenə. Bu ümumiyyətlə blender deyil, bu kokteyl düzəldən bir cihazdır. Ona görə. Belə gördüyünüz kimi məqsədə demək olar ki, çatmışam. Limonadımız. Qazanı ver bura. Hə, bir dəqiqə. Buyurun Elmira xanım. Hə, biz bunu qoyaq bura. Suyu axsın. Qoyaqsın bura, hələ axacaq. Sən stakan gətir, qəşəng stakanla süzək bunu. Bunun içinə süzək, elə qoyaq dondurucuya. Bir dəqiqə mən qəşəng stəkan... Maşallah, heyət içsə, heç onun soyuducuya getməyə ehtiyacı da yoxdur. Meyvələr buzxanadan çıxıbdır, çox soyuqdur, gözəldir. Mən elə eləmişəm ki, ondan heç kim içmək istəməyəcək. Mənə ziyan olsa da, amma mən bunun dadına baxacağam. Ona görə ki, bu möhtəşəm bir içkidir. Stəkan gözləmədiniz? Həqiqətdir. Həmişə siz pişirəsiniz, mən eləməzəm ki. Adı nüşür züvəl qatım. Həqiq, söylənəm də, nə? Çox unikal. Deməli, buna nə deyirlər? Vitamin C deposu. Bəli. Depo ancaq partladmışıq, nəsə alınmır. Yox, çox qəşəngdir. Mən bunun dadına baxmışam. Yəni, mənim bir qızım var. Bəli. Mənəvi qızım. Bəli. İzzət, sənə salam deyirəm. O qız məni çox istəyir. Qonşumun qızıdır. Yəni, mən də onu çox istəyirəm. Sözün əsl mənasında. Təmizin verir zəhmət olmasa. Və İzzət bunu hazırlayanda bunu mən deməli dadına baxmışdım. Allaha and olsun, mənim yəni şəkərimdə problem olmasa, mən pula baxmaram ki, bu qədər yəni itkiyə gedir. Siz inanılmaz bir daddır, inanılmaz. Fərid, indi sən xanımlara deyinə, neçə portağal, neçə limon idi bu gün? Hardasa burada litr yarım şirə var bizdə. Bu elə bir 4 portağal, 1 limonun yarısını elədim və blenderdən keçirdim. Qalan prosesi bilirdi, başıma gələn. 150 qram biz şəkər əlavə elədik. Yəni ki, mən dolu stakan olmayan şəkər əlavə elədim. Suyu özünüz təmizləyirsiniz, amma burada litr yarım su var. Və inanılmaz. İndi iç özün dadına bax, düz sən TikTokda başqa cür görmürsən onu. Amma inanılmaz. Qurana and olsun. Yox, mən ümumiyyətlə, yəni ki, biraz dadına baxdım, yəni ki... Şəkəri çox olmadı Elmira xanım, yox, yaxşıdır. Yox, əladır. Şəkəri, yəni zövqə görə, mən görürsən ki, gözə yarı 150 qram, yəni dolu stakan olmayan, mənim əzizlərim, bəylər, xanımlar, yəni Fərid sağ olsun bunu bugün göstərdi. Mən bunu keçən həqiqətən də, mənim İzzət qızım bunu düzəltmişdi, mən dadına baxmışdım.
Sadəcə olaraq bir müddət keçəndən sonra mən bilmişəm ki, mənə bunları çox içmək, yemək olmaz. Problem yaradır mənə. Acılıq var elə bil. Elə olmalıdır da. Qabığa görə. Qabığa görə. Amma deyir donduranda olmur, deyir qabığın. Yox, o yalan söhbətdir. Məsəl üçün, mən limon rulet eləmişdim verilişdə. Əgər sən istəmirsən ki, acı olsun, bu da bir üsuldur. Yəni, onun üstünə qaynar su tökürsən, güya o acılıq gedir. Amma o mümkün deyil. O acılıq hardadır ki? O acılıq, qoy mən belə gəlim bura. Sitruslarda acılıq qabıqla, deməli, onun o yumuşaq yerinin arasındadır. Olsun limon, olsun portağal. Yəni ki, sən indi içirsən, acı deyil axı, çox xoşa gələn bir dadı var. Çox xoşa gələn, deməli, ətri var. Həqiqətən də qurtum-qurtum içirsiniz, həqiqətən də sərinlənirsən. Və əgər siz özünüz, tutalım ki, marketdə satılan şirələrə nəsə sizin şübhəniz varsa, 4 portağal alırsınız, bir dənə limonun yarısını, limonun bütünü də eləmək olar, vitamin C. Sizə Azərbaycan xanımlarının ən çox sevdiyi bir markadan danışacağım. Bu Auradır. Aura həyatımızın müxtəlif sahələrində bizə kömək olur. Mətbəxdə və hamam otağında hətta kağız dəsmaldan istifadə edə bilərsiniz. Əvvəllər mətbəxdə xanımlar sarı dəsmaldan istifadə edirdilər, ta ki Aura gələnə qədər. Baxın, bu kağız dəsmal 3 qatlıdır. Qalındır, hopdurur və gigiyenikdir. Tutaq ki, kağız dəsmaldan başqa qonağınız gəlib süfrə hazırlanmalısınız. Qab-qazağınıza uyğun bu formada dəsmallar. Bu formada salfetlər, hətta gigiyenik, antibakteriyal salfetlər də mövcuddur. Aura sadəcə kağız deyil. 1990-cı ildən süfrəmizi bəzəyən final tomat pastası dolğun rəngi, əsl tomat dadı ilə 30 ildən artıqdır ki, süfrələrimizi bəzəyir. O gündən bu günə keyfiyyətini, dadını və sərfəli qiymətini qoruyub saxlayan final tomat pastası bu gün də xanımlar tərəfindən sevərək milli mətbəxin və Avropa mətbəxinin, ümumilikdə dünya mətbəxinin təamlarının hazırlanmasında istifadə olunur. Final tomat pastası. Ürəklə bişir, ürəklə ye. Bəh-bəh. Baş sponsor Final yağları, xüsusi sponsor Favelli, sponsorlar Aura Final tomat pastası və Depavit D3 vitamini. Reklamlar bitdi və bizim limonadımız göstərin. Orxan göstər. Bax. Nə gözəlliyində, nə sarılığında. Əmməli başlı meyvə şirəsi. Elmə xanımla birgə ikimiz bunu hazırladıq. Sən hazırladın. Mən neynədim? Əsas o işi, süzmə işini siz elədiniz də. Bir yerdə də elədik də Elmə xanım. Amma həqiqətən də möhtəşəm şirədir. Və kim ki immunitetin möhkəmləndirmək istəyirsə, hamıya məsləhət bilirəm. Lap belə götürsək, indi mən sizə lap belə indi öz minvalımda sevdiyim resepti. Deməli, 6 portağal, bir dənə limon, yarım stakan şəkər, bir balon, yəni ki, onu çəkdiniz, deməli, şəkərlə qarışdırdınız, biraz su tökürsünüz, qarışdırırsınız, süzürsünüz və balona onu, o alınan şirəni tökün balona və balonu ağzına qədər doldurun suyla. Olur mükəmməl. Bu sizə dəqiq artıq resept. Yəni, mən dəfələrlə demişəm, canlılarımda da deyirəm. Müəyyən mətbəx səhifələri resepti düzgün təqdim eləmirlər. Yəni, çox əfsuslar olsun, mən heç bir şey deyə bilmərəm. Onun üçün də mən reseptə, əmin olmayan reseptə, məsəl üçün mənə yazılır ki, Elmə xanım, biz bunu bişirmək istəyirik. Deyirəm, üzürlü sayın, amma mən onu hazırlamamışam və mən sizə heç bir məsləhət verə bilmərəm. Olmaz. İnsanlar ərzaq sərf eləyir ora, o ərzaqa pul sərf olunub və nəyə görə, mənim reseptimə görə Hansat xanımın hazırladığı təam maif olsun, haif olsun, yəni demək istəyirəm. Və biz keçirik ikinci bişimizimizə. Peçi açmaq olmaz. Artıq açsam, yəni mənə nəsə ola bilər burada? Yəni. Sənə heç nə olmayacaq, ona olacaq, nə olacaqsa, ona görə də sən biraz səbirli ol. Əgər sən qəşəng, gözəl ekler yemək istəyirsənsə, onun püf nöqtəsi odur ki, o peç açılmamalıdır. Başsa. Xanımlar, baxın görün, yəni ki, Orxan çəkir, çox gözəl bir eklerlər alınıbdır,
Biz hələlik gözləyirik ki, eklerlərimiz qurusun. Biz deməli... Xırsa olsun, o tam o kıvamına gəlsin. Bəli, ona görə ki, o qurumasa, Fərid, biz onu peşdən çıxardanda eklerlər yatacaqlar. Yəni əziyyətimiz olacaq hayf. Və mən keçirəm ikinci şirinimizə, şokoladlı sufle və bu arada mənim qanajım soyuyub artıq. Qanaj bunundur. Qanaj eklerində. Bax, soruşursunuz ki, Elmirə xanım qlazur. Elmirə xanım artıq neçə ildir qlazur hazırlamır. Mən bu cür qanajla işləyirəm və bizə qanaj üçün nə lazımdır? Bizə qanaj üçün lazımdır 200 mg qaymaq. Qaymaq bütün marketlərdə satılır. Bizdə bir neçə növ firmanın deməli qaymağı var. O istəyirsiniz, kim ki tortla işləyir, sizin əlinizin altında olan qaymaqdan götürürsünüz 200 mg və mütləq 300 qram şokolad. Şokolad plitka da ola bilər. Bu gün Fərid plitka almışdı. Bu damla şokolad da ola bilər. Yəni 300 qram şokolad olsa sizin bax bu cürünə gözəl bir qanaj alınır. Biz indi eklərə nə istifadə eləyəcəyik? Heç. Amma əgər bizdə qalsa, biz yığırıq bir balaca qaba, ağzını bağlayırıq və soyucuda saxlayırıq. Ya da ki, gedirsiniz, qəşəng bir dənə piçeni alırsınız, batırırsınız, çayla nuş edirsiniz. Bildim. Və mən başlayıram şokoladlı sufleni hazırlamağa. Bunun üçün nə lazımdır bizə? Bizə lazımdır 4 yumurta. Onu da vurğulayım ki, şokolad suflenin bir reseptindən az çıxır, 3 dənə. Ona görə mən resepti artırmışam, 2 dəfə eləmişəm ki, heç olmasa 6 dənə olsun ki, bizim heyətimiz bu gözəl təama, dadına baxa bilsinlər. Və mən nə edirəm? Mən deməli yumurtanın içinə əlavə eləyirəm. Nə idi? Vanil idi? Mən çaşdım, mən kabartmanı əlavə elədim. Eybi yox. Deməli, 4 yumurta, 1 paçka vanil. Buradadır vanil. Aha. Gezərmişdim. Burada. Sonra? Və mən bunu başlayıram çalmağa. Və təbii ki, şəkərsiz. Niyə şəkərsiz? Onda yumurta daha yaxşı açılır. Mən bunu biraz açan kimi mən bura əlavə edirəm şəkərimi. Və bu formada proses. Deməli, mən bura əlavə eləyirəm südü. Yağlı süd, yağı qoşu üzərindədir, süd getdi. Mən bura əlavə eləyirəm duru yağ. 1 çay bardağı, yəni bizim bildiyimiz armudu stəkan. Bu 6 dənənin porsudur. 6 dənə belə elə bir çaşqa. Bəli. Çay stəkan. Yəni mən bugün 2 pors hazırlayıram. Mən bura əlavə eləyirəm kakaonu. Şokoladı da əlavə edirik? Yox hələ. Və bunu azmaz, yəni. Birinci onu. Bunu ümumiyyətlə belə eləmək lazımdır ki, Fərid, bu kakaonun özünün məxsus tozu var. Getməsin. O getməsin və indi bu hobbi mağazinində, ümumiyyətlə müəyyən dükanlarda tortun xəmirin çalmaqdan ötəri xüsusi qablar var, qapaqla. Hə, görmüşəm. Biz onu gərək alaq. Tort pişirəndə eləyər yəni inşallah. Və bu formada. Və çox çalmadan, niyə çox çalmadan? Ona görə ki, köpü yatmasın. Mən bura əlavə eləyirəm. 2 stakan bizim bildiyimiz 2 stakan un. Bəli. Deməli, süd, yağ, armudu, un, çay stakanı. Və Elmirə xanım qarışdırmağa davam edir və o kıvamı tutmalıdır. Çox dadlı bir bişmiş alınır. Yəni nəyə görə? Ona görə ki, burada kakao var.
Məsəl üçün, uşağınızın ad günüdür. Uşaqlar üçün süfrəyə çox, inanınız ki, uşaqlara maraqlı gələr. Və qarışım hazırdır. Bugünkü verilişimiz çox məhsullar oldu, həqiqətən. Zəhmət olmasa mənə tavanı verərdin sən, yəni onları bırak, zəhmət olmasa. Verin onları. Mən istəyirəm, bax, bu da bunu ilə prob eləyəm. Yoxlayasın. Hə, yoxlayım, bəlkə də yaxşı. Bu çömçə də ola bilər. Və bizim yanımızda belə bir şokolad var. İndi görəcəksiniz ki, nə üçündür, bəli. Bir dəfə də. Baxın, çox maraqlı prosesdə diqqətlə izləyin. Baxın, 15 dəqiqə hazır edirsiniz. Stəkanın içine əlavə edeyim. Mən əvvəl bundan bir əlavə eləyim. Sonra ucu... Şokoladı qoyub əlavə eləyəsiniz. Bəli. 15-20 dəqiqəyə hazır eləyəcək. Çox bir maraqlı bir bişmişdir və dadlı. Deməli, qaşıqla götürürsən, şokolad içində əriyir axı. Islaq kek kimi də şey. Islaq kek bir başqa aləmdir. Şey ki, bunun nətər içindən axır da şokolad. Həri. Bu formada. Çox çıxacaq. Çox çıxacaq deyəsən, bəli. Bax, orada da reseptdə göstərilib ki, bir resept porsiyadan 3 dənə çaşqa. 2 porsiya elədik də biz elədik. Biz 2 porsiya eləmişik, problem yoxdur. Biz indi bunu... Altı. 2 şey bişirərik də. 2 dəfə bişirərik. 2 dəfə ya bir dənə bir yekə... Böyük burada stəkan var. Onu verim sizə. Mən hər çaşqanın içinə, deməli, bu şokoladı belə qoyuram. Bunu da eləyə bilərsiniz mənə. Problem yoxdur, Fəridi. Qoy qalsın, ikinci partiya dolduraq çaşqaları. Heç bir problem yoxdur. Yəni, bax belə. Şokolad da özünüzdən asılıdır. İstəyirsiniz tünd eləyin, istəyirsiniz südlü eləyin. Bizdə südlüdür. Hətta içində üzüm də var desin. Elmira xanım əlavə edir. Qramatdan. Xudmanı. Ki, bunun şişməyi də var. Çox əndazədən çıxmasın. Hə, orası da var. İçində çünki qabartma var. Bəli. Su nə qaynanmış olmalıdır. Qaynanmış eləyir ki, tez olsun. Ağzını bağlayacaq Elmira xanım. Bəli, bəli. Bu qalsın, bunu biz əlavə eləyək. Şokoladımız da var. Deməli, suyu biz bax, bu yarısına qədər tökmə əlavə eləməliyik. Biz sizə resepti təqdim edirik. Mənim əzizlərim, dəyişikliyi eləyə bilərsiniz. Amma xəmirin içində dəyişiklik eləməyin. Qabın içində dəyişiklik eləyə bilərsiniz. Xəmirdə dəyişiklik eləməyin. Niyə? Çünki problem yoxdur. Narahat olma. Qapaq düşdü, mənlidir. Vəsə. Yəni ki, tamam. İndi biz bunu qoyuruq qaynamağa və... Tavada kartof görmüşəm, balıq görmüşəm, amma tavada şirniyə ilk dəfə də görürəm. Çox qəşəng alınır. İnanınız ki, tutalım ki, uşaqlarımızın ad günüdür. Özü uşaqlar belə şokoladlı, şirniyyat çox xoşlayırlar və siz nə edirsiniz? Sadəcə olaraq eyni ölçüdə çaşqa tapırsınız. Doldurun, bişirin, qutardı, getdi. Sual gələ bilər ki, Elmira xanım, bunu sobada eləmək olar ya yox? Olar. Sadəcə olaraq o sufle olmur. O olur mafin. Mafya. Keks mafin olur. Yəni sufle olmur. Bu sufle olur. Buxarda bişdiyi üçün. Buxarda bişdiyi üçün. Bunun içinə yumurta atıb, yumurta da qaynatmaq olar suda. Bildiricin yumurtasını atırıq, içində qaynadırıq. Bu sualları hardan fikirləşirsən? Bir dəfə də sualı təkrar elə. Deyirəm ki, bildiricin yumurtasını ataq içinə. Suflenin içinə. Suflenin içinə bildiricin. O nə verəcək sənə? Heç elə belə dedim. Amleti supleta. Amleti supleta. Gəlin belə eləyək. Gələn səfər sənə belə bir şirniyyat bişirəndə sən bildiricin yumurtası al. Atım içinə. Mən birinin içinə atdım və İçində yumurta atmısan da toyuq yumurtası. Qarışdırmışam. Bunu deyirəm bir də yumurta da. Bildiricin yumurtası deyir axı, toyuq yumurtası. Bir də balaca olacaq içində qəşəng daddır.
Yəni ki, fikir verdiyiniz kimi mənim süfrəmdə zarafatlar səngimir. Bəli, bu Orxanın zarafatı idi, yəni ona görə mən adıma yazmayın, operatorumuz. Orxan deyə bildirçin yumurtası. O elə zarafatlar edir ona görə. Onun adına yazmayın. Yaxşı, nə olar ki? Gələn səfər bişirər bildirçin yumurtası Orxana da yedizdirərik. Bəli. Və bizim artıq 5 dəqiqədə biz qəlbim çəkildi, qəlbim. Və ora qədər biz elə reklama getmirik ki. Getmək istəyirsiniz? Yəni ki, reklama gedək ki, gedə bilmirik hazırda. Hamı başın yer bərdi. Hazırda gedə bilmirik. Mənə lazımdır ki, mikserin dəmirləri yolsun ki, mən kremimi çalım. Hə, krem düzəltməlisiniz. Siz onu bunu verirsiniz mənə. Biri bu. Bunun hamısını mən eləyəcəm. Siz orada söhbət edin şirin-şirin tamaşaçılarla. Mən sizin üçün yığıb gətirirəm. Baş üstə. Hə. Bu reseptin bir də təzədən təkrarlayaq, həqiqətən. Kim yeni qoşulanlar ola bilər, indidən görə bilərlər. Deməli, belə hansını sufleninkini deyim, eklerini deyim? Sufleni deyim. Suflenin. Deməli, əsas resepti bax bu cürdür. 2 yumurta, 1 stəkan, 1 çay bardağı, yəni ki, 1 çay bardağı bizim armudu stəkan deyək də. Amma mən sizə həmişə dəfələrlə demişəm ki, böyük marketlərdə 5 dənə çaşka satılır. İç-içə 5 dənə çaşka var. Orada deməli su bardağı ölçüsü var, çay bardağı ölçüsü var. Yoxdursa deməli, yəni mən çəmin tutmuşam oyuna. Bu resept Türk mətbəxinə aiddir deyənə, onun üçün də mən ölçünü elə götürmüşəm. Deməli, 2 yumurta, 1 çay bardağı şəkər, 1 çay bardağı süd, 1 çay bardağı duru yağ, 1 stakan adi stakanımız, çay stakanımız un, 1 paçka vanil, 1 çay qaşığı kakao, 1 paçka kabartma. Bu suflemizdir. Gəldik eklerə. 100 qram yağ, 1 stakan su, 1 stakan un, deməli, bir çimdik duz, 1 çay qaşığı şəkər. Suyun içinə yağı əlavə edirik, biraz o duzun tökürük, şəkərin tökürük. Mən bugünkü eklerin, hətta xəmirinə vanil əlavə elədim. Və bizim su ilə yağımız qaynara düşəndə, yəni bizə lazımdır ki, yağ ərisin. Biz ora 1 stakan unu əlavə elədik, yaxşıca qarışdırdıq. Və biz başlayırıq o xəmiri bişirməyə. Elə ki, biz hiss edirik ki, xəmir artıq qazmaq salır qazan dibində. Deməli, bizim xəmirimiz artıq bişib hazırdır. Biz onu çıxardırıq, bir 5-10 dəqiqə gözləyirik ki, o biraz soysun və biz nə edirik? Bir-bir ora 4 dənə yumurta əlavə edirik. Yumurtaları bir-bir əlavə eləyəndən sonra xəmirimiz, lazım olan kıvamda xəmirimiz alınır və mən konditorski, belə deyək, tort kuloku olmaq köməyi ilə, yəni mən sizə göstərmişəm dəfələrlə, qoy bir dəfə də göstərdim. Çox, yəni ki, əlverişlidir, kulokdur, təmizdir, yəni. Biri var ki, siz qaşıqla qoyursunuz və bu səfər mənə deməli, bir tükan qəşəng o kovriki hədiyyə elədi. Silikon kovrikdir, ekler üçün. Onun üstünə qoyuruz. Onun üstünə qoyursun və orada eklerin hazır ölçüsü var. Ümumiyyətlə 50 dəqiqə keçibdir, Fərid. Bəli. Yəni ki, o belə bizi aldada bilər, mən qorxuram. Yana da bilər. Yox, yanmaz. Bir dənə açaq. Pişib, Elmirə xanım. Əli yanır. Ölümə. Yox, heç nə yanan deyil. Əla. Bəh. Bu bizim ekler. Ancaq 1-2 dəqiqədə artıq boşdur, qurumaq lazımdır. Bu qurumasa, siz peçdən çıxardandan sonra o yatacaq. Eləcə 2 dəqiqə. Elə deli şarda var. Hər şeyi detalları ilə göstərir. Elə olmalıdır da, sənə təşəkkür edirəm sizə. Mən də sənə təşəkkür edirəm. Və biz çox sağ ol. Bəli. Və mən deməli, bu nəyin kremidir? Bu indi bizim eklerin kremi. Kremidir. Baxın, hörmətli tamaşaçılar, bu da pişir. Baxın. Belə pişmə. Bu da qalxırlar oraya. Qalxır, baxın. Göstərək. Yavaş. Sən görsət. Pişir. Biz bunu da belə qoyuruq. Və Elmirə xanım, nə lazımdır Elmirə xanım? Belə eləyək. Keçək reklamlara, hörmətli tamaşaçılar. Reklamlardan sonra kremi hazırlayarıq. Biraz istirahət eləyək. ATV-də reklamlar.
Sizə baş sponsorumuz Final Mətbəx yağı haqqında danışmaq istəyirəm. Bu yağ xanımların və bizim ən sevimli vasitəmizdir. Gedirik bir dənə Final Mətbəx yağı alırıq, həm şirniyyatlarımızı, həm də xörəklərimizi bu unikal yağla hazırlayırıq. Bol südlüdür, dadlıdır, əladır. Biz də mətbəximizdə Final Mətbəx yağından istifadə edirik. Final Mətbəx yağı, ürəklə bişir, ürəklə ye. Sizə xüsusi sponsorumuz Favelli haqqında danışmaq istəyirəm, hörmətli tamaşaçılar. Favellinin həm unu, həm də makaronu var. Makaronlar İtalyan texnologiyası ilə gigiyenik şəraitdə çox keyfiyyətli formada istehsal olunur. Spagettisi və digər çoxlu növləri var. Və Favellinin unu vazgeçilməz bir undur. Həmişə Elmə xanım deyirdi ki, bizə keyfiyyətli un lazımdır. O un axır ki tapıldı. Ondan bişən şirniyyatlar çox dadlı, çox ləzzətli olur. Təşəkkürlər Favelli. Reklamlar bitdi, bizim eklerimiz də bitdi. Hazır. Əla. Mən də biraz çox alın təri tökdüm, ona görə paltarımı dəyişdim, yoruldum. Buyuruq bura bişməyə. Gözəlliyə baxın qızlar. Bəylər, bax üzürü sayın. Və mən nə var? Xəmirə vanil əlavə eləmişəm. Burada çox möhtəşəm ətir var. Buna baxın. Hər bir yer mükəmməl bişibdir. Nə yanmayıb, nə heç nə. Yəni gedirsiniz tort ləvazimatlar dükanına və bu cürünə silikonovu kovrik alırsınız. Baxın görün. Xatirə xanım bəyəndin. Hazır. Super. Və sizə deyim ki, mənim çox xoşum gəlir ekleri özün boş yeməyə. Və mən bunu buraxıram burada. Mənə xanımların çoxsu yazır ki, Elmira xanım ekleri bişirdik. Heç bir problem yoxdur. Bu bişsin, qapaq qalsın ağzında. Xanımların çoxsu mənə yazır ki, məsələn, mənim izləyicilərim. Yəni, indi ekran qarşısında təzə tamaşaçılar oturur ki, Elmira xanım, biz peçdən çıxardırıq, eklerlərimiz yatır. Yəni, biz bunları buraxırıq burada, biz artıq buna heç nə eləmirik. İçliyi düzəldirsiniz. Hə, biz başlayırıq eklerin kremin hazırlamağa. Krem üstün deyirsiniz də, için. İçin. Eklerimizin üstü bu olacaq. Hə, üstü budur. Üstü budur. Zəhmət olmasa mənə o ağ qabı ver, quzu kəsərəm sənə. Bu dəqiqə. Şüşəni. Bu da bizim suflelerin şüşəli qab. Başsın. Bu bizim suflenin halı. Baxın, görün, su qaynayır və qapaq ağzında. Biz və mütləq halda biz yağı mütləq çalmalıyıq və sonra hissə biz bura zquşonkanı əlavə edirik. Amma bizim vaxtımızda, Sovetin vaxtında eklerə ən çox işlənən krem ev üsulunda bişmiş zquşonka idi. Belə eləmirlər. Bu kremdən çox adamın xoşu gəlmirdi. Çox şişləyirmir əxan. Hazırdır bu. Yox, bir balaca. Açıq qoyma, açıq dəyir. Məncə belə qalsın. O ortası qalır, o bişməlidir mənim balam. Əlavə eləyək. Hamısını elə, hamısını.
Yağı çalanda quşonkanı çox ehtiyatla əlavə edin ki, sizdə çürümə getməsin, kreminiz çox boş olmasın. Buyurun Elmira xanım. Hə. Bu da kremimiz və bizə nə lazımdır? İçini onu doldurmaq Bizə lazımdır ki, bizim eklerlər soysun. Gözləyin onda. Biz onu gözləməliyik mütləq. Və mən istəyirəm ki, Orxan, bir dəfə də sən çək ki, ekler nə çökmür, nə heç nə. Bax, peçdən çıxıb, necə var, elədə qalıbdır. Alt, üst. 100, hətta bugün Fəridin peçində ekler 170 dərəcədə bişib. Mən evdə bişirirəm 150-160 dərəcədə. Mütləq ekler qurumalıdır. Ekler qurumasa, xanımlar, sizin eklerləriniz yatacaq. Darıxma yenə, quzu kəsərəm səni. Qapaq dəyir, mən ona görə deyirəm. Biz bura... Pişib Elmira xanım, inansı elə olur o, nəm olmalıdır? Bir balaca. Bura var, ha. Bax, bura duru xəmirdir. Və siz yiyəndə o sizə ləzzət eləməyəcək. Onda bağlayayım birazdan. Bizdə bir şey olsaydı, lab enli qapaq. Eybi yoxdur da, tay keçib. Tay keçib, hə. Belə, bu da burada pişir. Mən bunu deməli, belə yarı böləcəm. Elə. Və nasatkanı təzdən taxacam. İçinə doldurasınız. Uculuğuna. Və belə səliqə ilə. Amma yumru olanda... İçinə kesidirlər. Deməli, buradan belə deşirlər. Belə yeməyin də. Ye. Yox, hayfdır. Doldurasınız bir tə. Hayfın gəldi buna. Nəsə, çox maraqlıdır. Çox insaniyyət deyim, çağır tutub. Nəyin tutubdur? İnsaniyyət deyim. Günəş D vitamininin təbii mənbəyidir. Biz həmişə qışda deyirdik, payızda deyirdik, hətta yayda da belə bəzi insanlarda D vitamini çatışmır. Sizin D vitamininə ehtiyacınız varsa, Depavitin bu növü damcı şəklində və yeni tablet növündən istifadə eləyə bilərsiniz. Gündə bir tablet və bir neçə damcı Depavit günəşi sizə daha yaxın edir. Depavit dərman deyil, təbii qida əlavəsidir və COVID-19-un müalicəsində aktiv istifadə olunur. Depavit, qoy həmişə günəş olsun. Mənim qanajım biraz bərkimişdi deyənə, mən onu reklamlarda... Mən indi bax, birini saxlamışam, kəsməmişəm. Göstərək. Biz onu göstərəcəyik və deməli, kremli ekleri mən batırıram şokolada. Üstüyün belə eləyirik. Və bu cürünə. Formada. Qoyuruq. Fərid, mənim bir kağızdan ver zəhmət olmasa. Eklerlərimiz çox qəşəng zərifdir. Bax da səni. Eybi yoxdur. Düzün ora. Əla, super. Baxın, batır ha. Səni verənə şükür. Yəni, mənim qanajım biraz bərkimişdi. Bir balaca qızdırdım. Deməli, kremlənmiş ekleri və belə şokoladın içinə batırıram. Və indi mən bir məqamı da çatdırım sizə. Deməli, suflenin qalan xəmirini biz hazır eləyirik. Bu da buradadılar bunlar. Və hazır sizə göstərək. Baxın. Siz yəsiz. Yox, sən özün yeginə, mən... Yox. Mən istəmir. Gözlüyüm. Yenə xahiş edirəm, nə olar? Necədir? Süperdir, möhtəşəmdir. Əllərinizə sağlayın baxın. Çox sağ ol, siz sağ olun. Mən çünki reklamlarda yemişəm, mən bilirəm əladır. Elmira xanım yemədi, bu Elmira xanım payı qoyuram bura. Və Elmira xanım göstərir içliyi necə doldururuq. Birini saxlamışdım.
Onsuz da mən doldurucu uşaqlar çəkiblər, amma mən sizə göstərirəm. Yumru ekler olanda təbii ki, altdan bu boyda ucluqla. Baxın, görün, içi bomboşdur. Belə kremini buraxıram. Batırırsınız. Şokolada batırıram. İnansın, məşhur şirniyyat mağazaları var Bakıda bu dəqiqə. Oradan aldığım eklerlər, yəni bunun yanında heç nədir. Yox, onlar başqa şeydir. Tam dadlıdır, bu başqa bir şeydir. Bəli, ona görə ki, burada kərə yağlar və sənlə mənim qəlbimizdə olan istək, məhəbbət. Burada və heyətin ac mədəsinin, yəni rəhmi, yəni bizim onlara necə sözü çatdıra bilmədim, yəni onlar gözləyirdilər bunu. Və biz də onlar üçün əlimizdən gələni elədik. Halal xoşuğuz. Bəli. Həqiqətən sözün əsl mənasında mənə xoşdur ki, nə bişirirəmsə... Məncə siz evdə bişirdiyiniz təam... Birində boş qal verdə mənə başıva... Sizin burada bişirdiyiniz təam evdəkindən dadlı olur. Mən belə fikirləşirəm. Əlbət ki. Bəli, bəli. Mən bilirəm ki, yox, bunu sən... Tural gözləyir, Heydər gözləyir, Orxan. Heydər piraşki istəyir. Eləyək də. Bəli. Piraşkinin nə qışı, nə yayı. Bəli, hər fəsildə yeri var. Elmirə xanım piraşkaları. Heç bir problem yox. Azərbaycandan nömrə 1 usta. Yox da, belə demərəm. Çox sağ ol. Yox, reklam mətni yazıram, bəs pul verəm. Mən sənə pul vereyim. Ölkənin bir nömrəli futbologeri. Yalnız bir gün mənim süfrəmdə. Yaxşı oldu, yox, belə. Məşhur futbologerlə aparıcı arasında qalmaqal baş verdi. Qalmaqalı edən Fərid Rəsul açıqlamasını bildirir. Elmə xanım, mən burada pişirirəm, gəlir əl vururam, gəlir burada mənə qoymur, şey eləyir, operatorlarla pis davranır, mənlə dalaşır, mən nətər eləməliyəm? Bəs Elmirə xanım nə deyir? Mən yox deyirəm. Görürsünüz? Yəni bundan görə idi, görürsünüz, yedim, əhvalım artdı. Onda belə çıxır ki, sən şokolad xoşlayırsan. Bəli, şokolad əhvalımı yüksəldir. Nə gözəl, nə gözəl Elmirə xanım, əllərinizə sağlıq. Xoşdur. Bu güllə yara salmış əlcəyinizi dəyişərdiniz. İndi çıxardıram onu. Ona görə ki, əlimə şokolad dəysə, məndə allergiya başlayacaq. Şokolada allergiyamız var? Hə. Bilmirdim. Belə. Kağız dəsmalla buranı qəşəng silirik və verilişi yavaş-yavaş sonlandırırıq. Problem yoxdur. Elmə xanım, həqiqətən bugün siz çox savab qazandınız. Niyə? Çünki tamaşaçılar möhtəşəmliyi bugün gördülər. Bugün çoxdur möhtəşəmlik. Deməli, bizim bu günün gözəl... Özümə xainlıq edim. Niyə bu qədər möhtəşəmliyi bir veriliş elədik? Gələk hissə bölərdik digər verilişlərə. O biri verilişlərə heyfim gəldi. O qədər var, narahat olma. Allah haqqı, möhtəşəmliklər qutarmır ki. Ha bişirəsən, ha hazırlayasan qutarmır. Əsas o da Allah bizə ömür versin, sizə ömür versin. Əlbət ki. Biz daimi, deyəsən daha yaxşı pişdi o birilərindən. Bəli, bunu bu partiyanı biraz az yığdım. Deməli, mənim evdə çaşqalarım biraz başqa cürdür. Amma baxın, görün. Bunun deməli, həcmin biraz az elədim. Deməli, çaşqanın yarısından. Və görün necə qalxıbdır və uşaqlar yeyiblər. Deməli, bizdə 9 dənə sufle çıxdı. Maşallah, maşallah. Çox oldu. Hamısı yeyilibdir. Deməli, Orxan belə işarə eləyir və mənə ləzzət eləyir. Bayaq deyirəm ki, Orxan, sən çörək tapacaqsan. Çox qəşəng bir ləzzətlə, həzlə yeyir. Yəni, adama ləzzət eləyir. Və mənim əzizlərim, bacardığım qədər mən sizə bugün eklerdə göstərdim, sufleyini də göstərdim. İkisi də şokoladlı, kremli, kərə yağlı. Yəni, özünüz evdə hazırlayın. Və nəsə aydın deyilsə, keçid alın mənim səhifəmə, Elmirə Qədirova Instagram səhifəsinə. Sualınızı verin, izah eləyəcəm. Verilişə baxa bilmədinizsə, YouTube-a girin, baxın. Bəli. Və hər həftənin bazar günü 13:30-da ATV-də mənim süfrəmə baxın. Baxın, baxın, baxın. Neyniyək? Gedək? Gedək. İnan tamaşaçılar da kaş bunlar getməzdi.
Təkrir Neynim, olsun. həyatda gəliş varsa gediş də var. Hər gələn bir zaman gedir. Bizim veriliş də başladı, burada da bitdi. Sağ olun, Samir. Gələn bazara gedir. Bəli, biz buradayıq, heç bir yerə getmirik. Sponsor Final yağları, xüsusi sponsor Favelli, sponsorlar Aura Final tomat pastası və Depavit B3 vitamini.